Yahu, mən bu mübarizə meydanına girəndə hər şey gözə alıb girmişəm. Bu müxalifət deyən, müstəqil deyən camiə elə bir parmağına tikan batan kimi, donuz kimi anqırırlar. Və siz bu mübarizəni nə bilmişdiniz? Siz başqa məqsədlə giribsiniz. Siz iktidarın oyununu oynuyorsunuz. Bir müstəqil fikirli sizin çətrinizin altında olmayan ya iktidarın ya siz saxta müxalifətin başlayırsınız o adamı silməyə, qaralamağa, linçləməyə. Və bir tək qadın. Tamam, neçə ildir müxalifətsiz 93-cü ildən. 10 ildə ən azı hansısa partiyanın tarixi. Hanı sizin bir kiçik uğrunuz? Siz nə deyib müxalifətçilik edirsiniz? Utanmırsınız? Utanmırsınız müxalifətəm deməyə. Və bir qadından iqtidar qorxmur, bunlar qorxurlar mənim danışmağımdan. Yəqin iqtidar sizə deyir, gedin yumun o qadının ağzına. Kişi, arvad. Mən bilirəm ki, bu meydana çıxanda ya həbs eləyəcəklər, ya öldürəcək, ya nəsə olacaq, ya ac qalacaq. Və buna başıma gələndə mən qorxmuram. Mən artıq bilirəm, yəni mən nə gözləyir. Siz nə düşünürdünüz? Özü bir qadın danışır, qorxursunuz. Çünki o qədər yalancı, saxtakarsınız ki, bilirsiniz ki, o sizin saxta oyunlarınız, o saxta qurduğunuz bina, bünövrəsi yoxdur, bir doğru ilə o yıxılacaq, yerlə yeksan olacaq. Ona görə qorxursunuz. Yoxsa ortalıqdasınız, sizin əl qolunuzu tutan mı var, niyə etmirsiniz bir şey? Bir adam bir söz deyəndə dedi, sən nə qanırsan, siyasəti biz bilirik. Bilirsinizsə, niyə eləmirsiniz? Siyasət sizin üçün manipulyasiya, qaraçılıq, hay-haşirlik, savadsızlıq mı? İqtidarda sizə bilsiz nə vaxt dəyir, ancaq ona təhlükə gəldiyini sayanda. Yoxsa qalan vaxtları görür ki, bu cahil müxalifət ona daha çox əl verir. 2018-ci ilə qədər mən sizə söz demişəm, əksinə müdafiə eləmişəm. Çıxın da ortaya o qədər üzvlərinizə heç özünüzü müdafiə eləyə bilmirsiniz. Doğru düzgün bir müdafiə təşkil eləyə bilmirsiniz həbs olunanda. İqtidarın oyununu oynayanlar, iqtidara yaltaqlananlar, iqtidarın götünə girənlər, nə bilim, hər cür yalaqalıq eləyənlər, məgər siz təhlükəsizlikdəsiz, sizə heç nə olmur. Əksinə, sizə elə şeylər olanda siz bas-bas bağırırsınız ki, biz sədaqətlə xidmət etmişik, müxalifət də bar-bar bağırırsa, demək ki, sədaqətlə xidmət edib. Yoxsa həbs olunanlarsa təbii sayır, bağırmaz. İranda bağırırlar, öldürülən, yaxud Ukraynada azadlıq mübarizə aparılanda. Görürsünüz, neçə ildir? Mübarizə elə olar. İranda minlərlə insan qurban getdi, 40 mindən çox bu ilin yanvarında. Azadlıq uğrunda qan tökülər də. Əlbəttə, bu cahilliklə nə qanacaqsınız? Gəl belə gic-gici suallar, gic-gici manipulyasiyalarınızda gördüm. Yəni, bu qədər giclik, bu qədər savadsızlıq gözləmirdim sizdən. Buna görə də belə gic, belə savadsız, belə yalancı camiə məhv olsa yaxşıdır. Bəlkə ondan sonra yerində bir sağlam fidan cücərər.